Salam Realdasınız. Real sizə Şamaxıda keçirilən Beynəlxalq Barbekü Festivalından xəbər verir. Son zamanlar bir sıra yadda qalan tədbirlərin və festivalların ünvanına çevrilən Şamaxıda bu dəfədə Beynəlxalq Barbekü Festivalı təşkil olunub. Şamaxı Meysəri kəndində başlayan festival 2 gün davam edəcək. Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Barbekü Festivalda 30'dan çox ölkədən məşhur şeflər, Dünya Barbekü Asosiasiyasının prezidenti William Wick, Dünya Barbekü Asosiasiyasının baş hakimi Christopher Sanford, Dünya Aşpazlar Asosiasiyasının keçmiş prezidenti Səudiyyə Ərəbistanı Kralının şəxsi aşpazı Thomas Gugler, eləcə də dünyanın müxtəlif ölkələrindən tanınmış şef aşpazlar bu festivalda iştirak edir. Qonaqlar festivalda qurulan pavilyonlarda müxtəlif mədəniyyətlərin mətbəxi ilə tanış olacaqlar və fərqli təamlar dadacaqlar. Sunalarda Azərbaycanı, həmçinin dünyanın müxtəlif ölkələrini təmsil edən peşəkar şeflər dünya mətbəxinin zənginliyini təqdim edəcəklər. Elə hal-hazırda gördüyünüz kimi dünyanın müxtəlif ölkələrindən gələn şeflər Beynəlxalq Barbekü Festivalına hazırlaşırlar. Hələlik bizim festivaldan çatdıracaqlarımız bu qədər. Gözünüz realda olsun.